Bu ilki buraxılış imtahanlarından 300 bal toplamışam. Heç bir əlavə müəllim yanına getməmişəm. Bizim ən çox sevindiyimiz ilkə imza atmağımızdır. Bu il bizim o şagirdimizin qazandığı uğur ümumiyyətlə respublika üzrə özəl liseylər arasında ilkdir. Yəni Zəhra ilk olaraq özəl liseylər arasında 300 bal, maksimum balı toplayıb. Bu da bizi fərqləndirir, fərqli cəhətimizdir. Martın 9-da ölkə üzrə keçirilən buraxılış imtahanlarında ən yüksək nəticə olan 300 balı toplayan şagirdlər arasında İdrak Liseyinin 11-ci sinif şagirdi Zəhra Cavadova da yer alıb. Bu bal toplamamın ən böyük səbəblərindən biri İdrak Liseyidir. İdrak Liseyində 1-ci sinifdəndir ki, təhsil alıram və buranın istər müəllimləri, burada təşkil olunan dərslər, müəllimlərin metodikası, ixtisaslı müəllimlər, dərsin təşkil olunmasıdır. Media dərslərdir ki, bizim üçün təmin olunur ki, biz dərslərdən sonra belə müəllimlərin izahlarına media dərslər vasitəsilə qulaq asa bilirik. Bundan sonra başqa ev tapşırıqlarında məktəbdə eləyirik. Müəllimlər bizə kömək eləyirlər. Bunların da mənim 300 bal toplamamda böyük rolu olubdu. Zəhra Cavadova bu nəticə ilə təkcə özünün deyil, uzun illərdir təhsil aldığı İdrak Liseyini də uğurla təmsil edib. Həm Bakı İdrak Liseyinin, həm Sumqayıt İdrak Liseyinin şagirdləri 200-dən çox bal toplayaraq 12 nəfərdən artıq şagird fərqlənmə, bu il fərqlənmə atistatı alacaqlar. Bu isə bizi çox sevindirir. Heç bir əlavə müəllim yanına getməmişəm. Bundan ancaq müəllimlərin dərsləri ilə, bu məktəbin müəllimləri əlavə dərslər keçərəkdən bu balı toplamışam və bu balı toplamamda isə valideynlərimə də, bütün müəllimlərə, Mövsüm müəllim başda olmaqla, təsisçimiz başda olmaqla bütün müəllimlərimə də təşəkkür edirəm. Zəhra Cavadova 1-ci sinifdən bu günə qədər təhsilini eyni məktəbdə davam etdirib və qazandığı uğur da onun illər ərzində göstərdiyi əzmkarlığı, müəllimlərinin dəstəyi və təhsil müəssisəsinin yüksək səviyyəsinin göstəricisidir. 300 bal toplamaq üçün dərsləri birincisi sistemli şəkildə oxumaq lazımdır. Hər dərsi sonra eləyərəm demək əvəzinə hər gün verilən vaxtı, verilən həll eləmək lazımdır. Bu sistemli şəkildə çalışmaq bu ən böyük səbəblərindən biri budur. Gələcəkdə hüquqşünas olmaq arzusu ilə yaşayan Zəhra məqsədinə çatmaq üçün indidən böyük səylə çalışır. Bizdə təhsil alan şagirdlər heç bir repetitor yanına getmədən, heç bir hazırlıq görmədən, yalnız və yalnız məktəbin zəhməti, əziyyəti nəticəsində böyük uğurlar qazanır. Elvin Qudratov, Şəmistan Fikrətli, Elbrus İsmailov, Bu Gün İnformasiya proqramı üçün.